Biləsuvarın geniş əkin tarlalarında yenidən qızğın əmək mövsümü yaşanır. Yaz fəslində müşahidə olunan qeyri-sabit hava şəraiti bu il pambıq səpininin də vaxtında aparılmasına mane olub. Lakin rayonun pambıqçı fermerləri hazırda əkin kampanyasını sürətlə davam etdirirlər. Yazın əvvəlindən müşahidə olunan qeyri-sabit hava şəraiti və torpağın rütubətlənməsi səbəbindən kənd təsərrüfatının ayrı sahələrində olduğu kimi çiy səpinində də xeyli gecikmələrə səbəb olub. Lakin buna baxmayaraq havanın sabitləşməsindən istifadə edən fermerlər hal-hazırda səpin işini qızğın mərhələdə həyata keçirirlər. Bu il Biləsuvar rayonunda 8200 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Bu, ötən illə müqayisədə 200 hektar çoxdur. Rayon üzrə fəaliyyət göstərən 4 tədarükçü şirkətlə müqavilə bağlayan fermerlər yüksək məhsuldarlığa nail olmaq üçün səpin işlərini aqrotexniki qaydalara uyğun aparırlar. 15 ildən artıqdır pambıqçılıqla məşğul olan fermer Üzeyir Bayramov deyir ki, əkin zamanı əsasən Türkiyədən gətirilən, toxuculuq sənayesinin tələblərinə cavab verən və bölgənin iqlim şəraitinə uyğunlaşdırılmış məhsuldar çiy sortlarından istifadə olunur. Əvvəlki illərdə yüksək nəticə verməsi bu sortların seçilməsində əsas rol oynayır. Bu illəri avasat əl vermədiyinə görə hər il apreldə əkərdik. Ona baxmayaraq yenə var gücümüzü səfərbər eləyirik. Çalışacaq ki, keçən il 42 götürmüşdük, bu il daha yüksək götürək. Sağ olsun idarə tərəfdən də vaxtında texnikamızı verirlər, bəzəməyimizi aparırıq. Şumuzu da göz qabağında vaxtında dekabr ayında varmışıq. İndi bu il də səfərbər elə gücümüz ki, yəni daha da yüksək məhsul götürək. Fermerlər itirilmiş vaxtı qısa müddətdə kompensasiya etməyə çalışırlar. Sahələrdə texnikaların fasiləsiz fəaliyyəti müşahidə olunur. Bu il pambıq sahələrinin təxminən 90%-ində tirə əkin üsulu tətbiq olunur. Əkin prosesində müasir texnika və aqreqatlardan istifadə edilir. Mütəxəssislər bildirirlər ki, gecikməyə baxmayaraq aqrotexniki tədbirlər düzgün aparılarsa, məhsuldarlığı qorumaq mümkün olacaq. 1010 sortundan istifadə edirik. Səpin də qəşəng gedir. Hardasa 100 hektara səpmişəm, son hektarlarda səpirəm. Havalar yağıntı olduğuna görə biraz səpini gecikdirir. Ona baxmayaraq yenə də səpin işini aparırıq. Sona yetirir sarı torpaqlar. Çalışacaq keçənki nəticəni əldə edək. Yenə də Respublikada birinciliyi əldən verməyərək, ötən il Respublikada birinci yer tutmuşduq Respublika üzrə. Çalışacaq ki, həmin nəticəni yenə də təkrar edək. Əkinlə də bağlı 8 çeysəbən serikadan istifadə etmişik, 4 tirədəyəndən istifadə edib. Hal-hazırda görürsünüz də, müasir tirə sundan əkirik. 1200 hektar planımızda bu illəri, onun 1010 hektarını əkmişik, 210 hektarında son qısa zaman ərzində əkəcəyik. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il nəzərdə tutulan 8200 hektar pambıq sahəsinin 7000 hektardan çoxunda səpin işləri artıq tamamlanıb. Təxminən 500 hektar sahədə isə sağlam və nizamlı çıxış əldə olunub. Fermerlər texnika və digər zəruri resurslarla tam təmin edilir. Məqsəd səpin kampaniyasını optimal müddətdə başa çatdırmaq və yüksək məhsuldarlığa nail olmaqdır.